Siz yeni güne baxırsınız, hörmətli tamaşaçılar. Qurban Bayramında proqramımız davam eləyir. Bayramınızı bir daha təbrik edirik. Proqramımızın biz öncəki saatlarında milli mənəvi dəyərlərimizdən, folklorumuzdan danışdıq, hörmətli tamaşaçılar. İndi isə elə folklorumuzdan gələn, tariximizin, ədəbiyyatımızın ayrılmaz tərkib hissəsi olan biz atalar sözlərindən danışacağıq, hörmətli izləyicilərimiz. Atalar sözlərindən danışmaq üçün studiyamızın dəyərli qonağını sizə təqdim edək. Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adını Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, doçent Əzizağa Nəcəfovu dəvət eləmişik. Əzizağa mənim xoş gəlmişsiniz, sabahınız xeyir olsun. Sabahınız xoş gördük sizi, bayramınız mübarək. Mən də sizin bayramınızı Neçə belə gözəl illərə çıxasınız, can sağlığı ilə. Bütün əməkdaşlarının, eyni zamanda Azərbaycan xalqının, dəyərli xalqımızın bu müqəddəs Qurban Bayramını təbrik edir, onlara uğurlar, can sağlığı arzulayır. Çox sağ olun, təşəkkür edirik. Bayramlar gözəldir həqiqətən də, xüsusilə bax, müqəddəs Qurban Bayramından danışırıqsa əgər, özü ilə bərabər elə gözəl hisslər gətirir ki, bu hisslər birlikdir, bərabərlikdir, həmrəylikdir, mərhəmətdir, dostluqdur. Bəlkə də elə bir dövrdə yaşayırıq ki, bu dövrdə dünya qloballaşır, mobilləşir həyatımız, canlı ünsiyyət biraz azalıb, amma bayramlarda çalışırıq ki, bir olaq, həmrəy olaq, ziyarətə gedək, qohuma, əqrabaya və hər şeydən əlavə bizim folklorumuz, ədəbiyyatımız burada öz sözünü deyir və belə deyək də, buradan biz bəhrələnirik, faydalanırıq. Qurban Bayramı ilə bağlı xüsusi bizim atalar sözlərimiz var, deyilmi? Bu məsələyə bir toxunaq, folklorumuza, ədəbiyyatımıza başvuraq, şifahi xalq ədəbiyyatı nümunələrindən danışaq. Bəli, yəni şifahi xalq ədəbiyyatımız hər bir xalqın öz şifahi xalq ədəbiyyatı, folkloru var. O da onun dünya görüşünü nümayiş elətdirir. Atalar sözləri də bu folklorun bir parçası və mühüm parçasıdır. Atalar sözlərlə məsələləri çox zaman bir arada düşünürlər, dərk edirlər. Hər bir atalar sözü xalqımızın, ağbirçək nənələrimizin, ağsaqqal atalarımızın uzun illər, əsrlər təcrübədən keçirdi ki, deməli, təcrübənin lakonik və bədii şəkildə ifadəsidir. Atalar sözü ilə bizim gənclərimiz tərbiyə alırlar. Yəni, uşaq yaşlarından biz ağsaqqallarımızdan, ağbirçəklərimizdən, ata və anamızdan atalar sözləri ilə nəyə etmək olar, nəyə etmək olmaz, nəyə etsən daha yaxşı olar, nə üçündür suallarına cavab tapmış oluruq. Əgər biz tariximizə nəzər salsaq, görərik ki, hətta bizim ata kitabımız olan Kitab-ı Dədə Qorqudun müqəddiməsində Qorqud atanın öyüdləri deyə atalar sözləri verilir. Yaxud da, məsələn, 12-ci əsrdə yaşamış Azərbaycan şairi Nizami Gəncəvinin Xəmsəsində Azərbaycan atalar sözlərinin fars dilinə hərfi tərcümələri var. Məsələn, əyri oturaq, düz danışaq. Təsəvvür edirsiniz, bu gün bizim aktiv istifadə etdiyimiz bu atalar sözü məsəl 12-ci əsrdə qələmə alınmış bir abidədə öz əksini tapır. Yaxud da ki, ayağını öz yorğanına görə uzat. Yəni, bunun tarixini biz Dədə Qorqudla bağlaya bilərik. Həmin o tarixi atalar sözü də Nizami Gəncəvinin Xəmsəsində, Xosrov və Şirin əsərində öz əksini tapıb. Eyni zamanda 19-20-ci əsrdə yaşamış Azərbaycan mütəfəkkirlərinin də şəxsi arxivlərində atalar sözləri qorunub saxlanılır. Məsələn, 20-ci əsrin əvvəllərində Əbdülqasim Hüseynzadə adında bir nəfər mütəfəkkir Azərbaycan atalar sözləri məsələlərini toplamış və Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşları onu ayrıca kitabxanada nəşr etdirmişlər. Görürsünüz, həcmi də necə böyükdür. İndi gərək Qurban Bayramına, yəni bu atalar sözlərində, məsələlərdə istər-istəməz Azərbaycan xalqının məişəti öz əksini tapmış olur. Onlardan birincisi sırf elə Qurban Bayramı ilə bağlı onu demək istərdim ki, məsələn, atalar sözlərindən biri belədir. Qoç quzu qurbanlıq üçündür. Əgər biz bunun həqiqi mənasına nəzər yetirmiş olsaq, yəni burada aydın görünür ki, erkək, yəni quzunu böyüdürlər ki, Qurban Bayramında Allaha qurban kəssinlər. Yəni bilirik ki, İbrahim Peyğəmbərə Allahın göndərdiyi qoç olmuşdu. Baxmayaraq ki, biz 3 heyvanı qurban kəsə bilərik. Onlardan biri qoyun, digəri erkək dana, üçüncüsü isə dəvədirsə, sırf Azərbaycan xalqı qoyuna daha çox üstünlük vermişdir. Digər mənada biz bilirik ki, qoç sözü Azərbaycan təfəkküründə igidlərlə müvazi şəkildə işlənir. Məsələn, qoç igiddən qoç dörər. Yaxud bir başqa atalar sözündə qoç döyüşünə qoç dayanar anlayışına fikir versək, bunun bir məcazi mənasında düşünmüş ola bilərik ki, yəni erkək quzunu, yəni burada qoç
quzu deyəndə igid oğlanı nəzərdə tuturlar. Yəni oğul evladını ona görə tərbiyə edib böyüdürlər ki, o əhval-ruhiyyədə tərbiyə edirlər ki, o hər hansı bir zamanda vətənin dar günündə vətənə qurban gedə bilər. Yəni bunun məcazi mənaları da var idi. Ümumiyyətlə, qoyun Azərbaycan məişətində əsas anlamlardan birini tutduğu üçün bizim atalar sözü məsələlərində öz əksini tapıb. Məsələn, oğlu olan, qızı olan ailələrdə belə deyirdilər ki, yəni quzu otaranım da var, yun əyrənim də var. Yəni həm oğlum var, həm də qızım da var. Yəni bu bizim həm bir təvəzzökarlığımızı, oğlum qızım var sözünü işlətməmək üçün istifadə olunmuş bir məsəl yaxud da atalar sözüdür. Amma biz bunun tarixinə nəzər salsaq görərək ki, Azərbaycan mədəniyyətində qoyundan çox sərfəli istifadə olunmuşdur. Yəni qoyunun heç bir atılası deməli tərəfi yoxdur. Onun deməli yumundan istifadə edirlər, ətindən istifadə edirlər, quyruğundan istifadə edirlər, hətta buynuzundan belə istifadə edirlər. Bu da onu göstərir ki, qoyunlu evlər, kimin ki qoyunu çox idi, o dövlətli sayılırdı. Yəni qoyunun bir maddi rifah olması ilə bağlı olan atalar sözlərimiz də var. Məsələn üçün qoyunlu evlər gördüm, qurulu yaya bənzər. Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər. Görürsünüz ki, yəni demək ki, həm də bir ruzu bərəkət rəmzi olaraq. Bəli, hətta Azərbaycan xalqının ilk ovçuluq dövrünə təsadüf edən bu atalar sözlərindən görünür ki, Azərbaycanlılar qoyunu ilk deməli əhəlləşdirən, onu ev heyvanına, qoçu ev heyvanına çevirən xalqdır. Əgər biz bizim Qobustan Qayısı rəsmlərinə də baxsaq, orada qoç şəkillərini görərik. Eyni zamanda bizim hətta qəbrüstü abidələrimizdə belə qoç qəbirlər var idi. Yəni baş daşı əvəzinə xüsusi qoçlar yerləşdirilirdi. Eyni zamanda məsələn qoyun dediyin bu acı bağırsaqdır. Acı bağırsaq yəni uzatmaq mümkündür. Uzandıqca uzanır, dalsı üzülməz. Yəni qoyunun saxlayan bir ailədə qoyunun bəhrəsini götürürlər və o bəhrə də ailənin rifahını eyni zamanda rifahını təmin edir, eyni zamanda atadan oğula keçən bir nemət. Eyni zamanda deməli quzu və keçinin fərqi Azərbaycan mədəniyyətində bilirsiniz ki, keçinin məsələn üçün piyi dərmandır, amma məsələn üçün qoyunun quyruğu isə xörəklərdə istifadə olunan bir demək ki, nemətdir. Məsələn üçün deyir, qoyun deyir, qarnımı doyur, qara bastır məni. Keçi deyir, qarnımı doyur, qora bastır məni. Burada qədim söz, qor sözündən istifadə olunur. Qor od mənasındadır, yəni köz mənasındadır. Yəni, əgər biz qoyunu saxlamaq istəyiriksə, qışdan çıxarmaq istəyiriksə, mütləq onun qarnı tox olmalıdır ki, piyi çox olsun və qışdan çıxa bilsin, qara bastır məni. Əgər keçini istəyiriksə ki, biz yaxşı onun ətindən istifadə eləyək, mütləq yağlı olmalıdır deyə, onun qarnını doyurmalıyıq ki, onun kababı da yağlı olmuş olsun. Yəni, burada bizim eyni zamanda mətbəximiz də öz əksini tapmış olur. Qoyuna deməli quyruğu yük olmaz anlayışına gəldikdə isə bilirsiniz ki, əvvəllər bizim deməli mətbəximizdə əsas yağ kimi qoyun quyruğundan istifadə olunurdu. Hətta ondan ayrıca bir demək ki, məzə də hazırlanırdı, buna cızbız deyilirdi. Yəni o deməli məzəni hətta bayram günləri də hazırlayırlar. Yəni qoyunu təkcə iki halda qurban kəsmək düşünülür Azərbaycan mədəniyyətində. Bunlardan biri nəzirlik qurbandır, digəri isə sırf İsmail qurbanı kimi istifadə olunurdu. Bəli, yəni bizim məişətimizdə qoyunla, keçi ilə bağlı çoxlu deməli atalar sözü məsələlər var, amma eyni zamanda sayacı sözləri də sırf yəni qoyun və keçiyə həsr olunmuş atalar sözlərinin daha çox şeir variantına çevrilmiş hissəsidir. Əzəl mən, bilirsinizmi nə maraqlıdır? Bax, əsrlər öncə deyilən sözlər, kəlamlar bugünlə ayaqlaşır. Nə qəribədir, deyilmi? Biz həmişə deyirik ki, zaman dəyişib, dövran dəyişib, münasibət dəyişib. Amma əsrlər öncə deyilən sözlər var ki, xalqımız tərəfindən baxırsınız ki, bugün də zamanla da ayaqlaşır, insanların yaşayışı da çox qəribədir, deyilmi? Çünki atalar sözü və məsələlər bir hafta deyim kimi uzun əsrlərin sınağından çıxıb və xalqın təfəkkür süzgəcindən keçib. Yəni biz onu yaradan, ilk dəfə onu söyləyən şəxsi tanımırıq. Amma orada nə ki səhv xüsusiyyətlər var idi, yaxud da ki məntiqə uymayan cəhətlər var idi, onların hamısı xalq öz təfəkkür süzgəcindən keçərək islah etmişdi.
Eyni zamanda burada mətnaltı mənanın, yəni məcazi mənanın olması bizim istədiyimiz kimi, yəni müasir həyatımıza da uyğunlaşdırmağına, həmin atalar sözünü uyğunlaşdırmağa bizə köməklik göstərir. Əzəl müəllim, dərin təşəkkürümüzü bildiririk sizə. Bayram günündə gəlib ətraflı məlumat verdiniz, maraqlı fikirlər söylədiniz, açıqlamalar dilə gətirdiniz. Minnətdarıq sizə. Bir daha bayramınızı təbrik edirik. Sizə də can sağlığı, gözəl günlər, xoşbəxt həyat arzuluyuruq. Gəldiyiniz üçün təşəkkürlər. Çox sağ olun, mən də sizə minnətdaram ki, siz bizim milli mənəvi dəyərlərimizi təbliğ edirsiniz. Bayramınız mübarək, neçə belə bayramlar çıxarsınız. Təşəkkür edirik.